Salam dostlar, hər vaxtınız xeyir olsun. Keçən videoda Şahzadə Charles haqqında oxumuşduq. İndi həmin mövzunu davam edirik. Yenə Şahzadə Charles haqqında. The Private and Public Man. Özəl və insanlar arasında olan biri. Charles is eccentric. Charles qəribə bir insandır. And he admits it. Və o bunu qəbul edir. He talks to trees and plants. O ağaclarla və bitkilərlə danışır. He wants to save wildlife. O istəyir ki, vəhşi təbiəti xilas etsin. But enjoys hunting, shooting and fishing. Amma zövq alır nədən? Ovlamaqdan, atıcılıqdan və balıqçılıqdan. He dresses for dinner. O nahar yemək üçün xüsusi olaraq geyinir. Even if he is eating alone. Hətta tək başına yesə belə. He is a great socializer. O mükəmməl bir sosiallaşan biridir, yəni insanlarla. Poets, artists, writers, yəni şairlər, artists, rəssamlar, writers, yazıcılar, broadcasters, yəni sunucular, yayımcılar, politicians, actors and singers, yəni siyasətçilər, aktyorlar və müğənnilər. All eat at his table. Hamısı onun stolunda yemək yeyir. Arriving at Highgrove, his family home, yəni Highgrove da bu Şahzadə Charles'ın, Wales Şahzadəsi Charles'ın ana vətənidir, ana məmləkətidir. Yəni qonaqlar ora gələrək Highgrove adlı yerdir. Şənbə günü günorta. Ora gəlirlər. Nə üçün? In time for a stiff martini. Yəni sərt bir martini içmək üçün. Zamanında ora çatırlar. In time for, zamanında çatmaq. Guests are entertained in the height of luxury. Yəni qonaqlar guests are entertained in the height of luxury. Yəni qonaqlar lüksün zirvəsində, doruq nöqtəsində. O şəkildə yəni yeməyə dəvət olunurlar. Entertained. Yəni yemək üçün dəvət olunurlar. They are then sent on their way before lunch on Sunday. Onlar sonra yola salınır. Before lunch on Sunday, yəni bazar günü, yəni günorta yeməyindən qabaq. Having been shown round his beautifully kept gardens. Və onlar yola salınmamışdan qabaq da o arada onlara o gözəl bağ, yəni beautifully kept, yəni Şahzadə Charles'ın baxdığı və yaxud da onun işçilərinin baxdığı, yəni o gözəl bağ onlara göstərilir o qonaqlara, getməmişdən, evlərinə getməmişdən qabaq. The prince also entertains extravagantly, bu biraz çətin sözdür, extravagantly at Sandringham. Yəni Şahzadə həmçinin yeməyə dəvət edir Sandringhamda çox abartılı şəkildə. Yəni aşırı şəkildə. Yəni bu ziyafəti həyata keçirir. One of the queen's homes at least twice a year. Həmin bu Sandringhamda kraliçanın evlərindən biridir. Okay, the prince also entertains extravagantly at Sandringham, one of the queen's homes. Şahzadənin, yəni evlərindən biri həmin bu Sandringhamda, yəni bu qonaqları qarşılayırlar. Neçə dəfə? At least twice a year. İldə ən azı 2 dəfə. There are picnic lunches on the beach. Yəni çimərlikdə piknik yəni yeməkləri verilir, günorta yeməkləri. Expeditions to local church. Yerli, o qonaqları yerli deməli kilsələrə ekspedisiya aparırlar, səfər aparırlar. And lavish dinners with organic food from Highgrove. Və Highgrove'dan gələn təbii, yəni qatqı qatılmamış organic food yeməklər olur. Həm bu yeməklər də nəyin içində olur? Lavish dinners, yəni dəbdəbəli göstərişli yeməklərin içində, naharın içində. Lavish. Conversation is lively. Yəni söhbət çox dop dolu, çox canlıdır, gözəldir. But the heir to the throne, amma the heir to the throne, yəni taxtaca olan varis, taxtacın varisi,
has to be careful what he says. Yəni çox diqqətli olmalıdır danışdığı məsələlər barədə. Nə danışır, ağzından nə çıxır. Because he knows only too well. Bu da only too yəni very çox deməkdir. Only too. Because he knows only too. Çünki o çox yaxşı bilir ki, because he knows only too well that anything he says, dediği hər hansı bir söz, in private, yəni gizlidə, may be repeated in public, yəni cəmaatın içində təkrarlana bilər. The future monarch that we don't see, görmədiyimiz gələcəyin monarxı, is a man of great humor. Böyük bir yumora sahib insandır. Who cares passionately about the state of the British nation? Hansı ki, Britaniya xalqı, Britaniya millətinin vəziyyəti barəsində çox tutqulu, çox belə istəkli şəkildə diqqətlidir, onların qayğısına qalmaq istəyir. And is devoted to his two children, William and Harry. Və öz həyatını əsr eləyib öz iki uşağına, William'a və Harry'ə. He is madly in love with his darling wife. O dəlicəsinə aşiqdir öz sevimli, sevgili yoldaşına. Which is how he refers to Camilla in public. Yəni bu his darling wife deyə darling wife deyir yoldaşına. Budur deyir. O Camilla'ya, həyat yoldaşı Camilla'ya ictimaiyyət içərisində müraciət etdiyi kəlmə. Yəni darling wife.